Təmiz, halal pul qazanmağı düşün. İnsanlığa xeyir vermək üçün işləməyi düşün. Qazandığın pul halal gəlsin. İnsan o pulu sənə verəndə ürəklə versin, sevinib versin. Belə qazanmağı düşün. Allah üçün xidmət eləməyi düşün. Bilirsən nəyə görə bəzi insanlar pul qazananda rahat olurlar, bəzi insanlarsa pul qazananda narahat olurlar. Çünki pulun qazandığın miqdarı qədər də onu necə qazandığın önəmlidir. Elə insan var ki, az qazanır, o qədər xoşbəxtdir ki, təmiz qazanır, halal qazanır. Elə də insan var ki, o da az qazana bilər, amma atış gəlməklə, maşinikliklə qazanır və o qazandığı, xərclədiyi yerdə o pulu artıq onu həyatını pisləşdirməyə gedir. Və yaxud elə insan var ki, pulludur, imkanlıdır, qazanır, rahatdır. Çünki Allaha xidmət eləməklə göstərir, insanlığa xidmət eləməklə göstərir. Məsəl üçün, böyük bir, yaxşı bir yer açıb, orada insanlar gəlir, yaxşı vaxt keçirdirlər. Məsəl üçün, nəsə yaxşı bir, xoş bir nəsə əldə edirlər oradan. O insan da o pulu da xərcləyir, daha da artırır. Amma elə bir adam var ki, o pulu ona buna atış gəlməklə, onun bunun haqqına girməklə qazanır və gecələr yata bilmir. Axranaları düzür tap-batap ora, o pulun da bir marağı yoxdur. Yəni, elə yaşamaqdansa da yaşamamaq yaxşıdır. Ona görə dostum, bu videonun mövzusu pulu qazananda hökmən fikirləş ki, o pulu halal qazanın, təmiz qazanın, xoş qazanın. Artıq bunun düşüncəsi belə sənin içini rahatlaşdırır. Orada az qazansan belə bərəkətli ola bilər və orada əksinə çox pul qazana bilərsən, bərəkətsiz ola bilər əgər sən təmiz, Allaha xoş olmayan yollarla, fırıldaqçılıqla, kimisə haqqına girməklə qazanırsan, sən o pulla, böyük pul da sənə balaca gələ bilər və böyük pul qazana bilərsən, bu bir illüziyadır. Amma sağlamlığından çıxır, ailə xoşbəxtçiliyindən çıxır, övladlarından çıxır, yaxınlarından, sevdiklərindən çıxır, bədbəxtliklər dalınca bədbəxtlik yaşayırsan, tutmusan o puldan, elə bilirsən ki, o pul elə əsas o puldur, amma əsas o pul deyil, əsas yaradana xidmət eləməkdir, təmiz, halal pul qazanmaqdır. Dostum, çox vacib məqamdır bu həyatda yaşamağın. Dərk eləmir insanlar ki, pul qazanmağın, o yeməyin təmizliyi nə qədər önəmlidir. Evladıva, ailəvə gətirdiyin pulun təmizliyi nə qədər önəmlidir. Bugün, problem bilirsən nədir? Bugün bir çox insanın fikri ancaq pul qazanmaq, çoxlu pul qazanmaqdır. O insanın fikri o deyil ki, təmiz pul qazanır. O çoxlu pul qazanmağın fikrinin dalınca gedə-gedə həyatı boş-boş gedir. Fırlanır, o pulun dalınca qaçır, pul qazana da bilmir. Çünki ona atış gəlmək istəyir, buna atış gəlmək istəyir, orada eləmək istəyir, burada eləmək istəyir. Amma düşünmür ki, əsas olan o pul deyil. Pul onsuz da həmişə var. Əsas olan Allaha xoş olaraq yaşamaqdır. Gördüyün işin Allaha xoş getməyidir, insanlığa xoş getməyidir mənim dostum. Yəni tez varlanmaq, kimisə aldatmaq, bu bilirsənsə bir illüziya. Sən hər şey eləyərsən ki, tez varlanasan. Amma bir gecənin içində də o pul səndən gedə bilər və özünü də itirə bilərsən. Və şeytana xidmət eləməyə başlayarsan, o pul sənə gəldikcə. Və yaddan çıxartma ki, biz bu dünyada müvəqqəti qonaqlarıq və bu dünyada bizim əsas işimiz yaradana bağlı olmaqdır. Yaradanla o öz daxili bağımızı tapıb, onun üçün xidmət eləməkdir. Hər kəsən bir cür xidmət edir. Sən də öz yaxşı tərəfi bilirsən və xidmət yolunda Allaha təmiz olmağı fikirləş, insanlığa təmiz olmağı fikirləş mənim dostum. Yəni pulun ən təmiz forması halal və faydalı qazançdır. Yəni burada sənin o balaca qazandığın pul da böyüyür, bərəkətlənir, ailən də xoşbəxt olur. Buna sən necə inanmaya bilərsən, amma bu sənin inanmağınla, inanıb inanmamağınla deyil, axı bu belə işləyir. Bu belə işləyir, bu həyatın işləmə forması, prinsipi, qayda, qanunu belədir, bunu görmək lazımdır. Özündən soruş, mən insanlıq üçün necə faydalı ola bilərəm, hansı problemi həll edə bilərəm, necə xeyir verə bilərəm insanlığa, Allaha necə xeyir verə bilərəm? Sən hökmən ki, bunun suallarını öz daxilində bilirsən və tapacaqsan. Yəni fikirləş ki, səndən sonra insan desin ki, nə yaxşı ki, bu adam var, bu işi mənə gördü. Sənə xeyir-dua versin. Onun göndərdiyi xeyir-dua bir göyə gedir, göydən də sənə qayıdır. Və əksi olaraq onun göndərdiyi pis xeyir-dua deyil də, artıq bu qarğış kimi deyək. O qarğış
gedir göyə, təzədən tap sənə qayıdır. Başa düşürsən dostum? Ona görə sən şuurlu şəkildə düşünməlisən, sən nəyi eləməlisən ki, bu insanlığa xeyirli, faydalı olsun və bu insan xeyir-dua eləsin artıq içində ki, sənə bu qaydan hökmən şərt deyil ki, pulla qayıtsın. Onun bir dənə xeyir-duası sənin o qədər açılmayan qapıları açıla bilər ki, dostum, aça bilər ki. Belə möcüzələrə inanmaq lazımdır. Bu həyat möcüzələrlə doludur. Yəni etibar, dəyər puldan qiymətlidir bu həyatda. Pulu ilk növbəyə çıxartma. Pulu ilk növbədə tutduğuna görə pul səndən qaçır, uğur səndən qaçır. Sən ilk növbədə etibarı, insana olan xoş münasibəti, dəyəri, faydanı tutsan, pul özü avtomatik olaraq sənin dalınca qaça-qaça gələcək. Heç pulun dərdini çəkməyəcəksən. Başa düşürsən dostum, məqam budur. Halal qazancın da tamam başqa bir xoşbəxt tərəfi də var ki, yatanda da, axşam yatanda da rahat yatırsan. Vicdanın rahatdır. Deyirsən, ay Allah, sənə şükürlər olsun. Mən halal qazanıram. Mən nə xoşbəxtəm. Vay o da adamın halına ki, kiminsə haqqına girir. Gecələr yata bilmir, narahatdır, qorxuludur. Bu da onun bir həyat sınağıdır, nə deyə bilərəm. Allah onun günahlarını bağışlasın. Amma dostum, bu kanal şuurlu insanların kanalıdır və bu kanal səni Allaha daha da yaxınlaşdırır və bu kanal səni özüvə daxili harmoniyanı tapmağa daha da yaxınlaşdırır, daha da asanlaşdırır. Və ona görə dostum, mən bu informasiyanı sənə verirəm ki, addımları atanda diqqətli ol, özünə sual ver. Nə Allaha xeyirdir, nə insanlığa xeyirdir, nəyi mən yaxşı bacarıram, nəyi mən eləsəm Allaha xoş ola bilər, necə mən halal pul qazana bilim, harda halal pul qazana bilərəm. Elə belə deyil bu halal haram söhbəti. Başa düşürsən dostum, ona görə sənə mən ancaq arzu eləyə bilərəm ki, gözün ancaq halalı görsün və haram olsa bu dünyada həmişə var və haram adama şirin gəlir, amma bil ki, o şirin gəlir, bu bir illüziyadır, o sənin aldadacaq, ondan sonra həyatında bədbəxtçiliklər, problemlər başlayacaq və bunun başlamağını istəmirsənsə, mən dediyim sualları ver. Allaha dinlə ki, Allahım, mən necə xidmət edeyim ki, sənə insanlığa xeyir verim, sənə xoş olsun, qazandığın pul xoş olsun, gecə yatanda rahat yatın, belə suallar ver. Sən görəcəksən bir müddətdən sonra ki, sənin istiqamətin haradır. Pul qazanmağı hədəf seçmə. İnsanlara dəyər verməyi hədəf seç. İnsanlara xeyirli olmağı hədəf seç. Allaha xeyirli olmağı hədəf seç. Elə bir insan ol ki, qazandığın hər bir manat cəmiyyətə, insanlığa, ailəvə, hamıya xeyir versin. Ən gözəl qazanc elə halal qazancdır, xoş qazancdır, Allahdan gələn qazancdır. Yəni o xeyir verməyi düşün. Düşüncən ancaq o olsun ki, qazandığın hər bir manat belə insanlığa xeyir versin, ailəvə xeyir versin, cəmiyyətə xeyir versin, Allaha xeyirli olsun. Bax, onda sən həyatda yaşaya-yaşaya zövq alacaqsan və yaddan çıxartma. Həyatda ən böyük uğur daxili xoşbəxtçilikdir, pulun çox olmağı deyil. Və sənin o an özünü uğurlu və xoşbəxt hiss eləyəcəksən ki, sən faydalı olacaqsan, daxili xoşbəxt olacaqsan və daxili harmoniyanı qoruyub saxlayacaqsan və o dünyada yaradılan illüziyalar ki var, pulun dalınca qaçmaq. Ondan rahat olacaqsan ki, sən pulun dalınca qaçmırsan, sən insanlara xeyir verirsən, fayda verirsən və buna görə də pul sənin dalınca qaçır, pul sənin hər yerdən ciblərinə girir. Çünki bu həyatın işləmə formulu, qayda-qanunu belədir. Sadəcə sənə öyrədilənləri dəyişməlisən dostum. Uğurlar.